Bismillahirrahmanirrahim. Bir dağa dırmaşdığını təsəvvür et. Zirvəyə çatmaq istəyirsən. Amma kürəyində nəhəng bir çanta var. Çantanın içi daşlarla doludur. O daşların hər birinin bir adı var. Keçmişin peşmanlığı, gələcəyin qorxusu, insanların nə deyəcəyi, pulum çatacaqmı? Sən yuxarı dırmaşdıqca bu daşlar səni aşağı çəkir. Nəfəsin kəsilir, dizlərin titriyir və sən Rəbbinə şikayət edirsən. Allahım, yol niyə bu qədər çətindir? Halbuki Rəbbin sənə pıçıldayır. Yol çətin deyil qulum, sən yükünü buraxmırsan. Biz elə zənn edirik ki, əgər problemlərimizi düşünməsək, həyatımız məhv olar. Gecələr yatmırıq, senarilər qururuq, amma soruşuram səndən. İndiyə qədər narahat olmaqla hansı problemi həll etdin? Hansı qorxun sadəcə qorxduğun üçün yox oldu? Əziz yol yoldaşım, bugün sənə fərqli bir pəncərə açacağam. Bugün sənə Həzrəti Musanın əleyhissalamın diş ağrısıyla öyrəndiyi o böyük dərsi danışacağam. Padşah və vəzirin bunda da bir xeyir var hekayəsini eşidəcəksən. Bu hekayələr səni silkələyəcək. Dərindən nəfəs al. Sən kainatın memarı deyilsən. Sən o binanın sadəcə bir qonağısan. Ev sahibi hər şeyi düşünür. Gəl bugün qonaq olmağın dadını çıxaraq. Gəlin qədim zamanlara, Həzrəti Musanın əleyhissalamın dövrünə gedək. Bu hekayə bizə səbəb və nəticə arasındakı o incə sirri öyrədir. Bir gün Həzrəti Musanın dişi şiddətlə ağrımağa başladı. Ağrı o qədər dözülməz idi ki, Musa əleyhissalam Tur dağında Rəbbinə yalvardı. İlahi, ağrıdan dayana bilmirəm, mənə bir çarə göstər. Allah Teala ona vəhy etdi. Ey Musa, filan dağdakı filan otu götür və dişinin üzərinə qoy. Musa əleyhissalam dərhal getdi, o otu tapdı, dişinə qoydu və möcüzəvi şəkildə ağrı anında kəsildi. Musa rahatladı, şükr etdi. Aradan zaman keçdi. Bir gün həmin diş yenidən ağrımağa başladı. Musa bu dəfə Allaha dua etmədi. Düşündü ki, mən artıq dərmanı bilirəm. Qaçaraq getdi, həmin otu tapdı və dişinin üzərinə qoydu. Amma bu dəfə ağrı kəsilmədi. Əksinə, ağrı daha da şiddətləndi, dözülməz hala gəldi. Musa təəccüblə fəryad etdi. İlahi, bu həmin ot deyilmi? Niyə keçən dəfə şəfa edildi, indi vermir? Allahdan gələn cavab təvəkkülün əsl mənasını bizə izah edir. Ey Musa, birinci dəfə sən mənə güvənib ota getdin, mən də ota şəfa verdim. İkinci dəfə isə sən məni unuttun, ota güvəndin. Bil ki, şəfa otda deyil, mənim əmrimdədir. Əziz dostum, bizim səhvimiz buradadır. Biz pula, həkimə, tanışlara, işimizə güvənirik. Pulum var deməli ac qalmayaram deyirik. Tanışım var, işim düzələr deyirik. Allah da bizə göstərir ki, onun izni olmadan o kağız bir parçadır. O dərman sadəcə bir zəhərdir. Hər şeyi Allaha buraxmaq, vasitələri inkar etmək deyil, vasitələrdən istifadə edib nəticəni yalnız Allahdan bilməkdir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, hər şeyin bir həqiqəti vardır. Qul başına gələcək olanla ondan qaçmayacağını və başına gəlməyəcək olanın ona toxunmayacağını tam yəqinliklə bilmədikcə, imanın həqiqətinə çatmaz. Bu cümləni ruhunuza yazın. Bu, dünyanın ən güclü psixoloji qalxanıdır. Təsəvvür et ki, sənə deyirlər ki, sənə dəyəcək güllələrin siyahısı yazılıb. Ondan başqa heç bir güllə sənə dəyməyəcək. Döyüş meydanında necə rahat gəzərdin, elə deyilmi? Bax, qədərə iman etmək, zireh geyinmək kimidir. Qorxma. Müdrim nə edər, iqtisadiyyat nə olar, demə. Ruzin Allahın zəmanəti altındadır. O sənə çatacaq. Sən sadəcə doğru yolda ol. İmam Əli əleyhissalam bir gün köhnə, uçuq bir divarın dibində oturmuşdu. Birdən divarın çatdağını və aşmaq üzrə olduğunu gördü. İmam dərhal yerindən qalxdı və sürətlə başqa bir yerə keçdi. Orada olanlardan biri imamı sınağa çəkmək üçün dedi, Ya Əli, Allahın qəza və qədərindən mi qaçırsan? Əgər yazılıbsa, o divar səni əzəcək. İmam Əlinin verdiyi cavab təvəkküllə tənbəllik arasındakı fərqi bizə öyrətir. Buyurdu, Xeyr, mən
Allahın bir qəzasından Allahın digər qədərinə qaçıram. Bu nə deməkdir? Yəni, Allahın qanunu var ki, çürük divarın altında otursan örərsən. Bu bir qəzadır. Amma Allahın digər qanunu da var ki, ağıl işlədib kənara çəkilsən, sağ qalarsan. Bu da bir qədərdir. Mənə ağıl verilib ki, təhlükədən qorunum. Hər şeyi Allaha buraxmaq, gözünü bağlayıb uçuruma getmək deyil. Ağlını işlət, tədbirini al, sonra de ki, Allahım, qoruyan sənsən. Ağılsız təvəkkül Allaha qarşı hörmətsizlikdir. Şərq hikmətlərində belə bir rəvayət var. Keçmişdə bir padşah və onun çox müdrik, Allaha təslim olmuş bir vəziri vardı. Vəzirin bir şuarı vardı. Nə olsa deyərdi, xeyirlisi budur. Bunda bir xeyir var. Bir gün padşah ovda səhvə ilə öz barmağını kəsdi. Barmaq qopdu. Canı yanan padşah vəzirə baxdı, vəzir yenə sakitcə dedi. Sultanım, üzülməyin, bunda da bir xeyir var. Padşah qəzəbləndi. Barmağım qopub, sən xeyir deyirsən. Atın bunu zindana. Vəzir zindana gedərkən yenə dedi. Bunda da bir xeyir var. Zaman keçdi. Padşah bir gün tək başına meşənin dərinliklərinə getdi. Orada vəhşi, insan yeyən bir qəbilə padşahı əsir tutdu. Onu qurban vermək üçün tonqal qaladılar. Amma son anda qəbilə başçısı padşahı yoxlayanda gördü ki, bir barmağı yoxdur. Onların inancına görə əzası əskik olan insan qurban qəbul edilmirdi. Padşahı azad buraxdılar. Sən yarımçıqsan, bizə yaramazsan, dedilər. Padşah saraya qayıtdı. Sevinclə vəziri zindandan çıxardı. Dedi, sən haqlıydın. Barmağımın kəsilməsi mənim həyatımı qurtardı. Bu xeyirmiş. Amma bir şeyi anlamadım. Səni zindana attım, illərcə zindanda qandın. Bunda nə xeyir vardı? Vəzir gülümsəyərək dedi. Sultanım, əgər mən zindanda olmasaydım, ovda sizin yanınızda olacaqdım. Sizi buraxanda məni görəcəkdilər. Mənim bədənim kam olduğu üçün sizin yerinizə məni qurban kəsəcəkdilər. Zindan mənim qurtuluşum oldu. Əziz dostum, bəzən Allah sənin barmağını kəsər, işini alar, pulunu alar, sən ağlayarsan, amma bilməzsən ki, o itki səni hansı böyük fəlakətdən qorudu. Bəzən Allah səni zindana salar, bilməzsən ki, o darlıq sənin həyatını xilas edir. Olan hər şeydə, amma istisnasız hər şeydə bir xeyir var. Hər şeyi Allaha buraxmaq, o nə yazdısa, ən gözəlini yazdı deməkdir. Gəlin qorxunu necə yenəcəyimizi Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin həyatındakı o möhtəşəm andan öyrənək. Bir gün Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm səhabələri ilə səfərdən qayıdırdı. Günorta vaxtı idi, hava çox isti idi. İstirahət etmək üçün bir vadidə dayandılar. Səhabələr kölgələnmək üçün ağacların altına səpələndilər. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm də tək başına bir ağacın altına getdi. Qılıncını ağacın budağından asdı və yatdı. Həmin vaxt düşmən qəbilədən olan Qavras adlı bir cəngavər gizlicə oraya yaxınlaşdı. Gördü ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm təkdir və yatır. Fürsət budur, dedi. Səssizcə ağacdan asılmış qılıncı götürdü, qınından çıxardı və Peyğəmbərimizin başının üstündə dayandı. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm gözlərini açanda başının üstündə parıldayan qılıncı və düşmənin qəzəbli üzünü gördü. Ölüm bir nəfəs qədər yaxın idi. Heç bir səhabə köməyə gələ bilməzdi. Qavras qışqırdı, ey Muhammed, indi səni mənim əlimdən kim qurtaracaq? Adi bir insan bu anda qorxudan titriyər, yalvarar, rəngi saralardı. Amma Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm o təvəkkülün zirvəsi idi. Gözünü belə qırpmadan, səsində zərrə qədər titrəmə olmadan, sakit və qəti bir səslə tək bir kəlmə dedi. Allah! Bu söz elə bir inamla, elə bir güclə çıxdı ki, sanki göydən bir ildırım düşdü. O Allah kəlməsinin əzəmətindən Qavrasın dizləri titrədi, əlləri boşaldı və qılınc əlindən yerə düşdü. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm dərhal qalxdı, qılıncı götürdü və bu dəfə o Qavrasın başının üstündə dayandı və soruşdu, bəs indi səni mənim əlimdən kim qurtaracaq?
Qavras titrəyərək dedi: "Sən insanların ən xeyirlisisən, məni bağışla." Və Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm onu buraxdı. Əziz dostum, indi düşün. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm boğazına dirənmiş qılınc qarşısında belə qorxmadısa, sən niyə sabahki ruzidən qorxursan? Sən niyə işim alınmaz deyə qorxursan? Sənin problemin o qılıncdan daha itidirmi? Xeyr. Sən də o cəsarətlə, o inamla Allah de. Allahım, sən varsan, qorxu yoxdur de. Görəcəksən ki, səni qorxudan o problemlərin əli ayağı boşalacaq və qılınc, yəni çətinlik yerə düşəcək. Hər şeyi Allaha buraxmaq ən böyük cəsarətdir. İndi isə əziz dostum, yükü tamamilə yerə qoymaq vaxtıdır. Səndən xahiş edirəm, hər də olursan ol, gözlərini yum. Özünü o dağın zirvəsində təsəvvür et. Amma bu dəfə çantasız, yüksüz. Külək üzünə vurur. Sən azadsan. Çünki bilirsən ki, səni tutan bir əl var. İndi mənimlə birlikdə ruhunun dərinliklərindən bu təslimiyyət kəlmələrini təkrar et. Ya kafi, ey mənə kifayət edən Allahım. İnsanlar getdi, qapılar bağlandı, amma sən varsan. Sən mənə bəssən. Əleyhissallahu bikafin əbdə. Allah öz quluna kifayət deyilmi? Bəli, kifayətdir Rəbbim. Mən bunu qəbul etdim. Xeyrun nasirin, sən ən gözəl kömək edənsən. Mənim planım yoxdur, sənin planın var. Mən sənin planına təslim oldum. Və ufavvidu əmri ilallah. Mən işimi, ailəmi, qorxularımı, xəstəliyimi, hamısını sənə həvalə etdim. Mən çəkildim aradan, indi sən hökm et. Elhamdülillah ələ kulli hal. Hər halıma şükürlər olsun. Verdiyin də gözəldir, aldığın da. Barmağımı kəssən də, mənə tac versən də. Səndən gələn hər şeyə razıyam. Dünya daha yüngüldür. Çünki sən artıq Allahlıq etməyə çalışmırsan. Sən qul olmağın ləzzətini datdın. Qulun dərdi olmaz, qulun sahibi olar. Və sənin sahibin kainatın sultanıdır. Bundan sonra nə baş versə, o vəzir kimidir. Bunda bir xeyir var və yoluna davam et. Əgər bu video sənin ruhunu dincəltdisə, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək ol. Kanalımıza abunə ol və rəy bölümündə bugünkü dərsimizin xülasəsi olaraq bunu yaz. Bunda da bir xeyir var. Könlünüz rahat, yükünüz yüngül, sahibiniz Allah olsun. Hələlik, Allah amanında.